İlham Əliyevin Almanya prezidenti Frank-Walter Steinmeier ilə görüşündə bədən dili nədən danışırdı? Video kadrdan göründüyü kimi İlham Əliyevin tamamlanmış addımları, qamətinin düz olması və başının önə doğru ilerləməsi onun liderlik mövqeyini formalaşdıran əsas xüsusiyyətlərdəndir. Bu, bədən dili onun özünə inamını və liderlik mövqeyini gücləndirir. Kadrdan görünür ki, İlham Əliyev pilləkənlərlə düşdükdə belə başını tam aşağıya doğru əymir, periferik baxışla irəliləyir. Buna baxmayaraq onun qaməti hər zaman düz qalır. Kadrdan göründüyü kimi Almaniyanın birinci xanımı Mehriban Əliyevaya tərəf əyilir, lakin Mehriban xanım sabit qalır və qamətini qoruyur. Bu onun dominant mövqedə olduğunu və vəziyyəti nəzarətdə saxladığını göstərir. Almanya prezidenti və birinci xanımın əlləri onların emosional vəziyyətini və rahatlama ehtiyacını göstərir. Bu cür hərəkətlər liderlərin özünə dəstək tapmaq və sakitləşmək üçün istifadə etdikləri təbii davranışlardır. Mehriban Əliyeva ilə Almaniyanın birinci xanımı arasında qeyri-rəsmi görüşdə Almaniyanın birinci xanımı önə doğru əyilir, belini biraz bükür və başını önə doğru çəkir. Bu, onun daha çox tabi vəziyyətdə olduğunu göstərir. Bu davranış dominant mövqeyinin Mehriban Əliyeva tərəfdə olduğunu vurğulayır. Bu kadrda da eyni durum özünü göstərir. Liderlik duruşu, liderlik qaməti Mehriban Əliyeva tərəfdə olduğunun bariz şahidi oluruq. Bu kadrda Frank-Walter'ın ayaqlarının simmetrik qoymasını, əllərini yuxarıda daha çox adaptiv və emosional sakitləşdirici hərəkətlər şəklində özünə toxunaraq sakitləşdirilməyini görürük. İlham Əliyev isə həcmli duruşda dayanır, əllər həcmli şəkildə və heç bir lazımsız hərəkət etmədən sabit və nəzarətçi vəziyyətdə qalır. Bu, onun özünə inamını və güclü lider mövqeyini vurğulayan bədən dili xüsusiyyətidir. İlham Əliyevin çıxış ərəfəsində Frank-Walter'ın ona tərəf yönlənməsi, yəni bədəninin və korpusunun ona doğru yönlənməsi diqqəti çəkir. Bu, bədən dili vasitəsilə mövzunun ciddi bir önəm daşıdığını və onun mövqeyini dəstəklədiyini göstərir. Belə bir duruş həmçinin qarşı tərəfin rəhbərə hörmət və diqqətini nümayiş etdirir. Burada Frank-Walter'ın çıxışı zamanı əşyalara daha çox toxunması və gözün aşağıya doğru dikməsini müşahidə edirik. Bu daxili narahatlığı əks etdirən davranışlardır. Bu cür hərəkətlər, yəni adaptırlar, siyasi liderlərdə tez-tez rast gəlinən, amma xoş qarşılanmayan bir haldır. Bu, liderin emosional gərginlik yaşadığını göstərə bilər. Bunun əksini biz İlham Əliyevdə görürük. Onun əlləri sabitdir, özünü tamamlayır və özgüvənli əl hərəkətləri mövcuddur. Bu, onun bədən dilinin nəzarətli və güclü olduğunu göstərir. Əllərin yuxarıda danışılması özgüvən prinsipini bir qədər aşağı sala bilər. Əgər əllər sinədən biraz aşağıda olarsa, insan daha möhkəm və inamlı bir şəkildə mövqeyini bildirə bilər. Əllərin yuxarıda olması və əl barmaqlarının belə bir vəziyyətdə nümayiş etdirilməsi əks tərəfdə qıcıq və gərginlik hissi yarada bilər.